Amma indi bir qadından danışacağıq. O qadın ki, Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovadır və ona həsr edilən bədii film çəkilib. Askon Holding şirkətlərindən olan Askonun təşəbbüsü ilə ərsəyə gələn ekran əsərinin təqdimatı olub. Şövkət bədii filminin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən artıq aktyor iştirak edib. Filmdə başrolu Şövkət Səlimova obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində həmçinin xalq artisti Qurban İsmailov, aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar rol alıblar. Çəkilişlər zamanı Askonun donanmasına məxsus gəmilərdən və müxtəlif real məkanlardan geniş istifadə olunub ki, bu da filmə yüksək səviyyədə realizm və autentiklik qazandırıb. Həmçinin dövrün ruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb. Onların arasında Junkers Ju-87 Alman hərbi təyyarəsinin əsasında hazırlanmış model xüsusilə diqqət çəkib. Filmin ideya müəllifi Askonun İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mehman Mehdiyevdir. Ssenari və rejissoru isə Asif Rüstəmovdur. Tariximizi araşdırarkən 2-ci Dünya Müharibəsi illərində fəaliyyət göstərmiş ilk Azərbaycanlı qadın Şövkət Səlimova haqqında da hekayələri oxuduq, yəni tarixi məlumatları oxuduq və bundan sonra belə bir bizdə ideya yarandı ki, biz Şövkət xanım haqqında ekran əsəri yaradaq. Çünki burada biz bir insanın ömrünü ekranlara gətirmirik. Eyni zamanda Azərbaycan qadınının cəsarətini, vətənə sədaqətini və bir dənizçi iradəsini tamaşaçılara çatdırmış oluruq. Çəkilişlər Bakı şəhərində aparılıb, əsasən Xəzər gəmiçiliyinin bazasında və şəhərin müxtəlif yerlərində 12 çəkiliş günü olub. Bu yolda biz Şövkət Səlimovanın ailə arxivinə üst tutmuşuq, müxtəlif arxivlərdə saxlanan sənədləri rəqəmsallaşdırmışıq. Film çətin şəraitdə çəkilib, yəni nə barədə? Çəkiliş dənizdə 40 dərəcə, 43 dərəcə istidə, yayın ən isti vaxtlarına çəkilib. Bu film sırf belə deyək, onun gəminin o vaxt müharibə dövründə 41-45-ci ildə Almanların hücumundan xilas etməsi haqqındadır və o həmin gəmini öz fikri ilə, özünün ideyası ilə gəmini necə xilas etdiyi haqqında bir filmdir.